Mən hesab eləmirəm Çin üçün hansısa böyük problemlər görünür. Çünki Hörmüz boğazı ABŞ tərəfindən blokadada saxlanılsa da, daha doğrusu bəyan edilsə də, Çin tankerləri rahat şəkildə İrandan nefti daşıyırlar. Bilirsiniz ki, Çin hal-hazırda İran neftinin əsas idxalçısıdır və Çin iqtisadiyyatının böyük hissəsini məhz İran neftlə təmin edir, təchiz edir. Ona görə də burada Trumpın Çinlə bağlı bəyanatlarını sözün açığı məhz beynəlxalq ictimaiyyət, həm də Çin rəsmiləri özləri belə ciddi qəbul etmirlər. Çünki faktiki olaraq, praktiki cəhətdən biz şahid olduq ki, ABŞ Hörmüz boğazının blokadaya alınmasını bəyan etsə də, Çin tankerləri, Çin gəmiləri oradan rahat şəkildə keçib getdilər və onların nə qarşısı alındı, nə onlara atəş açıldı, nə də ümumiyyətlə hansısa bir maneə yaradıldı. Bu onu deməyə əsas verir ki, ABŞ hal-hazırki vəziyyətdə Çinlə qarşı durmaya hazır deyil və ona görə də Çin rahat şəkildə İrandan neftini alır. Hətta Çin Xarici İşlər Nazirliyinin də bəyanatı var ki, biz suveren ölkəyik, İranla da münasibətlərimizi qururuq və üçüncü tərəflərin də təxminən belə bir kontekstdəki üçüncü tərəflərin də bizim münasibətlərə qarışmasını istəmirik. Ona görə də bəli, burada həmçinin Trumpın Çinlə bağlı biraz mən deyərdim qeyri-diplomatik bəyanatları belə Trumpın gələcək Çinə səfərini də təhlükə altına qoyur, risk altına qoyur. Çünki hələn bilinmir Trumpın Çin səfəri baş tutacaqmı, hələn bilinmir ki, Hörmüz boğazı ətrafında vəziyyət nə istiqamətə inkişaf eləyəcək. Bu atəşkəs başa çatdıqdan sonra müharibə yenidən davam eləyəcəkmi, yenidən başlayacaqmı? Yəni bütün bu suallar hələ ki cavablardan daha çoxdur. Tural bəy, eyni zamanda Çin və İran Xarici İşlər Nazirləri arasında da bir telefon danışığı oldu. Orada Çinin İrana çağırışı oldu Hörmüzlə bağlı. Bunu da danışaq istəyirəm. CNN-in xəbəri diqqətimizi çəkirdi. Qeyd edilir ki, əslində Amerika Birləşmiş Ştatlarının istəyi odur ki, Çin və Hindistan birgə təzyiq göstərsinlər İrana Hörmüz məsələsi ilə bağlı və bu təzyiqdən sonra da artıq Amerika Birləşmiş Ştatları yavaş-yavaş istəklərini həyata keçirəcək. Siz bu məsələ ilə bağlı əslində Çin üçün böyük bir təhlükənin olmadığını dediniz, amma digər tərəfdən İranla bağlı məsələlərə də baxaq, bir də o aspektdən təhlil edək. Çünki İranla Çin yaxın tərəfdaşdırlar, İran üçün daha çox Çin lazımdır. Çinin belə təzyiqlər göstərməsi iki dövlət arasındakı münasibətlərin gələcəyi ilə bağlı nəyi deməyə əsas verir və bu təzyiqlərin nəticəsi ilə bağlı biz Çinin daha doğrusu İranın hansı addımlarını görəcəyik? Bilirsiniz, mən hesab eləmirəm ki, Çin İrana təzyiqlər göstərə bilər Hörmüz boğazı ilə bağlı. Bəli, təbii Çin üçün önəmlidir ki, Çin tankerləri oradan keçsinlər. Çinin hal-hazırda dünya iqtisadiyyatına çıxışı, dünya iqtisadiyyatı ilə bağlantısı məhz Hörmüz boğazı üzərindən keçməklə həm də təmin olunur. Ona görə Çin üçün önəmli o idi ki, Hörmüz boğazı Çin üçün bağlı olmasın və hal-hazırda da bağlı deyil. Yəni rahat şəkildə Çinə məxsus tankerlər, hətta hesab edirəm ki, İrana məxsus tankerlər belə Çinə doğru hərəkət edirlərsə də, Amerika Birləşmiş Ştatları bunu da mən hesab eləmirəm, vurub sıradan çıxartmaq cürətinə malik olsun. Çünki DNK-nin açıqlaması oldu, Tural bəy, deyir ki, hansı ölkə olmasından asılı olmayaraq, hansı gəmi yaxınlaşarsa biz onları vuracağıq, deyir. Bunu necə başa düşək? Bilirsiniz, yəni bu daha çox, bilirsiniz, İslamabaddakı danışıqlar fiyaskoya uğradı, birinci raund danışıqlar, ABŞ və İran arasında. Ona görə bu danışıqların kontekstində ABŞ tərəfi, xüsusilə də Trump belə bir bəyanatlar verməklə itirilmiş Amerikanın imicinin bərpa edilməsi, hələ də situasiya Hörmüz boğazında nəzarət edilməsi kontekstində verirlər bu bəyanatı. Ancaq bu verilən bəyanatların hamısı görürük ki, praktikada mümkün deyil. Yəni blokadaya alınmış kimi görünür Hörmüz boğazı, ancaq Çin üçün bu blokada demək olar ki, yoxdur. Yenə də bunu təkrar edirəm. Və yaxud da ki, Çin Amerika Birləşmiş Ştatları prezidentinin gələcək səfəri ilə bağlı məsələlər kontekstində Trump istəməz ki, axı Çinlə münasibətləri bu qədər eskalasiyaya aparsın, pozsun ki, sonra Çin tərəfi səfərin təxirə salındığını Amerikanın üzünə çırpsın. Yəni bu da Amerikanın imici baxımından sərfəli deyil. Ona görə də burada hələ ki biraz gözləmə mövqeyi var. Görək İran ABŞ danışıqları, bundan sonra ikinci raund danışıqları baş tutacaqmı? İslamabaddan sonra bilirsiniz ki, Pakistan rəsmiləri, Pakistanın
əsas hərbi komandirləri İrana səfər etdilər və hal-hazırda Vaşinqtona səfər etmək istəyir Pakistan rəsmiləri və bir növ vasitəçilik funksiyalarını hələ də davam etdirməyə çalışırlar. Ancaq Çin-ABŞ münasibətləri kontekstində mən hələ də inanmıram ki, Amerika cürət eləyib Çinlə Hörmüz boğazı ətrafında toqquşmaya getməyə hazır deyil. Çünki hələ İran məsələsi heç həll edilməyib. İrana qarşı məğlubiyyət belə, İrana məğlubiyyət belə deyək də başa reallaşdırıla bilməyibsə, onda Çinlə necə Amerika hansısa bir şəkildə eskalasiyaya gedə bilər ki, ona görə bunların hamısını mən sözün açığı hələ ki mümkün hesab eləmirəm. Çin-ABŞ qarşıdurması. Elə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Guo Jiakunun bir açıqlaması oldu ki, Trumpın Çinə səfəri ilə bağlı hazırlıq görürük dedi və hazırlıqların getdiyi ilə bağlı açıqlama verdi, amma digər detalları qeyd etmədi. Amerika Birləşmiş Ştatları tərəfindən isə bu səfərlə əlaqəli hələ ki yenilənən bir məlumat yoxdur, təxirə salındı. Əlbəttə ki, baş verən hadisələrlə bağlı, daha sonra nə zaman baş tutacağı ilə əlaqəli hələ ki konkret rəsmi bir açıqlama verilməyib. Və gözlənilən odur, sizin də qeyd etdiyiniz kimi İrandakı məsələlər həll edildikdən sonra Trumpın bir səfəri olsun. Yəni Trump artıq İranla problemləri həll edib rahat şəkildə Çinə gedəcək. O zaman Çin səfəri zamanı əsas müzakirə mövzusu iki ölkə arasında hansı məqam ola bilər? Siz çox yaxşı məqamı vurğuladınız. İran ətrafında vəziyyət düyün açılmadığı qədər açılmayınca və ABŞ-ın üstün mövqe qazanması mümkün olmadığı təqdirdə bəlkə də Trump heç Çinə səfər edəməyəcək. Çünki Trump Çinə ona görə gedirdi ki, İranı məğlub etmiş şəkildə gedirdi. Çinlə belə deyək də hegemon dildə, diktə dilində danışmaq üçün gedirdi, belə mümkünsə ifadə eləmək. Ancaq hazırki şəkildə Amerika zəif bənd kimi görünəcək əgər Trump indi Çinə getsə. Nəyə görə? Çünki İran düyünü açılmayıb, İran problemi həll olunmayıb. Çinə səfər edəndə Trumpın qarşısında Çin tərəfi Tayvan məsələsini qaldıracaq. Artıq Tayvanın Çinin beynəlxalq tanınmış əraziləri kimi, hansı ki biz də onu elə tanıyırıq, bütün dünyanın əksər ölkələri elə tanıyır, qərbdəki ölkələr için olmaqla təbii. Çin Tayvan məsələsini qaldıracaq və burada Amerika Tayvana qarşı, Tayvana müdafiə etmək resurslarına malik olacaqmı? Ona görə də Trumpa lazımdır ki, yüksək əllə, güclü əllə getsin, masaya güclü əllə otursun. Əgər İran ətrafında məsələni həll etməmiş getsə, zəif bənd olacaq və Çin başlayacaq orada diktə eləməyə. Çinə də onsuz da lazım idi ki, Amerika Birləşmiş Ştatlarının yaxın şərqdə bataqlığa düşsün. Düzdür, demirəm Çin hal-hazırda Amerikanı bataqlığa gətirib salıb, xeyr. Amerika özü bu müharibəni başlayıb, indi bu müharibədən qalib durumunda çıxmalıdır. Amma hələ ki qalib durumunda çıxa bilməyib baxı. Yəni İran tərəfi danışıqlarda öz mövqeyini qoruyur, sərt mövqeyini qoruyur. Yəni ümumiyyətlə bilirsiniz, hətta bu kontekstdə fikir versəniz, ABŞ İran ətrafında məruz qaldığı iflası, fiaskonun Livan-İsrail arasında hansısa bir müsbət danışıqlar fonunda kompensasiya etməyə çalışır ki, 34 il ərzində Livan-İsrail münasibətləri bir dalana dirənmişdi, problemli bir məsələ idi və Trump bəyan edir ki, biz axır ki bu məsələni çözə bildik. Amma bu sözün açığı Livan-İsrail münasibətlərinin çözülməsi ümumiyyətlə bir marginal bir məsələdir, o çözülməyəcək. Ona görə əsas məsələ İrandır. İranla münasibətlər, İran düyünü açılmayıb, Trump burada çətin vəziyyətdədir. Ona görə mən hesab edirəm ki, heç may ayının ortalarının sonuna qədər İran məsələsi həll olunmasa, Trump Çinə səfər etməyəcək. Çünki Çinə səfər etsə, zəif şəkildə masaya oturmaq Trumpın daha da nüfuzuna zərbə vurulan. Tural bəy, qısa bir cavab istəyəcəm. Elə səfər etməmək o özü Amerikanın zəifliyi demək olmayacaqmı bu halda? Siz bayaqdan Amerikanın imici məsələsi ilə bağlı məqamları vurğuladınız. Elə səfərin bir dəfə təxirə düşüb, ikinci dəfə də bənzər taleyi yaşaması növbəti bir imic zərbəsi deyilmi? Yəni bunu bu cür baxsaq, amma digər tərəfdən Trumpın açıqlamalarına, Trumpın da siyasətinə baxsaq, sanki o qədər də çox bu proseslərin imicə xələl gətirilməsi ilə bağlı məsələləri qeydə almırmış kimi görünür Trump. Düzdür, qeydə alınmamış kimi görünür, ancaq İran düyünü açılmasa Trumpın ora getməsinin mənası olmayacaq. Əksinə Çin tərəfi istəyəcək təbii Amerika prezidenti ora səfər eləsin. Tayvan məsələsində ciddi dirəniş göstərəcək və hətta ola bilər ki, Trumpın qarşısında seçim qoyulacaq ki, Tayvanı biz hal-hazırda götürürük, sən ümumiyyətlə bu məsələyə qarışmamalısan.